Salam əziz izləyicilər. Bugünkü video dərs çox qısa olacaq. Burada əsas nəyə göstərmək istəyirəm? Bax, bu deməli modelin üzərində bu ölçülərin qoyulmasıdır. İndi bura baxırıq, görürsən, üstdən görünüşdür bu. Və belə keçən dərslərimizdə mən sizə dedim ki, deməli burada ölçülər, tək ölçülər yox. Bütün cizgi özü də 2D eskizdə, modeldə qurulur XY müstəvisi üzərində. Bax, görürsünüz, burada XY müstəvisi belə üstdən görünüşdür. Bax, buradan üstdən görünüşdür. Ancaq belə çəkilir. Məsəl üçün, bax, buradan götürəndə bax, belə çəkilir. Bu müstəvinin, aşağıdakı müstəvinin üzərində XY müstəvisi aşağı müstəvidir bu. Bu profil müstəvisidir. Məsəl üçün, bax, bu. Sonra bu frontal müstəvidir, bax, bu hissəsi. İndi burada onu mən göstərmək istəyirəm sizə. Burada bax, 3D instrument alətləri keçən dərsimizdə mən göstərdim sizə ki, bunu buradan da gətirmək olur bura. Deməli, bax, burada. Bunu aça biləcəyik burada. Deməli, bax, burada. Bakacaq Straco menü. Yuxarıda saxlanmayıbdır, bax, burada. Burada ki, bax, bunlar, bax, Straco menüdür, o servisdir. Sonra bax, burada deməli, görsənmir bu. Bax, burada Straco menüdür. Sonra burada hansılar ki, aktivdir, onu aktiv eləmək də buradan aktiv eləmək olur. Burada isə, bax, burada görsəlinlər bu, deməli, işarə eləyirsə, bax, bunu. Deməli, bax, burada görsətdə, bax, belə götürmək, burada üstündə çəkmək olur. Onu aktiv eləyəndən sonra, indi burada ölçüləri mən vermişəm, bax, ölçülər də burada qılavdır, 2D-dədir bu. Anastasiya və Lisavani burada var. Bax, burada Lisavani anastasiya ilə ondayıq biz. İndi biz buradan götürəndə ölçünü, bax, bu ölçünü götürürük. Buradan, bax, buradan götürürük belə. Veririk. İndi mən onu elədim, ona görə götürdük. Götürdük, bax, buradan. Götürdük, 30 mm. Belə eləyəndə, bax, bunu eləyəndə, bax, buranı göstərmək lazımdır. İndi buna baxın, bax, belə eləyəndə, göstərmir. Belə də göstərmir. Onun üçün gərək biz gətirək, bax, bunu qoyaq bura. Yaxud orada işarə eləyək, bax, gətirək qoyuq bura. Bu ölçünü belə göstəririk, bax, burada. Bunu, bax, buradan götürürük, bax, belə. Bax, bura. Deməli, ölçünü də buradan götürəndə, bax, buradan. Buradan götürəndə, görürsünüz, belə verir. Burada anotasiya, yəni ölçülər, bax, bunun birbaşa, bax, bununla əlaqəlidir. Belə götürmək olur. Deməli, bunun eyni buradan verdik, amma aşağıdan da verə bilərdik, bax, buradan. İndi buradan qəbul elədik. Bunu müdaxilə edirik, aşağıdan götürək onu. Çünki, bax, bu buradadır. Bax, buradan götürürük, buradan. Görürsünüz, bax, yenə də vermədi, belə vermir. Ona görə də, bax, bunu çöndərmək lazımdır. Deməli, bunu götürüb buradan qoymaq lazımdır. XY düşməlidir, bax, belə görürsünüz, belə düşür. Deməli, buradan verməlidir bu. Deməli, çöndərəndə bura. Onda bunun XY bura vermək lazımdır, aşağı. Burada XZ-dir. Yaxud, bax, buradan, orada da yerində dolanda, burada sağla vurursan, burada Pavernut, deməli, hansı ox ətrafında. Deməli, çöndərməliyik biz. Deməli, X ox ətrafında, bax, bu. Belə
X, Y düşməlidir bura aşağı. Vurduq. İndi buradan götürürük ölçünü. Bu modelin üzərində ölçünü verməkdən ötərdi. Bax belə. Görsünüz, bax belə verdi. Yoxsa vermir o deməli ölçünü. Belə. İndi də götürürük, bax bunu verdik, bunu verdik. İndi bizə lazımdır bunun üstündə verək. Onun üçün də götürürük, bax bunu. Buradan götürürük, getirir, qoyuruq bura. X, Y yenə belə düşür bura. Yaşılla qırmızıdır. Götürürük, bax buradan. Bura olan ölçünü 100'dür. Verdik. Sonra buna verməliyik. Bunlar hamısı bir müstəvi üzərindədir. Ona görə də buradan götürürük diametri. Bax. Buradan 12 millimetr. Sonra sağına vururuq. Bunu təkrar edirik. Bax bunu götürürük. Bu 20 millimetr. Bir də bunu götürürük. Yine təkrar edirik. Bax bura vururuq bura. Proqram özü başa düşür. Bu da diametrlə. Bu da diametrlə götürür. İstəyirik radiusuna edək. Onda burada dəyişməliyik biz. Burada deməli bax bunu vururuq. Delete edirik. İndi mən bunu radiusu götürməliyim. Bax buradan dəyişməliyim, götürməliyim buradan radiusu. Ona görə belə edirik, radiusu göstərir. Belə. Sonra bax bu ölçünü veririk. O da hamısı bir müstəvidən. Bu rahatdır. Amma burada baxın, görsünüz burada müstəvilər fərqlidir. Burada var, burada var. Burada deməli mərtəbəlidir. İndi buradan götürürük, bunu veririk. Onu da götürürük, bax bundan. Bax burayla. Bax belə 10 millimetr. Sonra nəyimiz qaldı? Bura qaldı. Deməli onu da götürürük, bax buradan. Bura qədər olan məsafə, bunu da belə veririk. Bax belə. Bu qayda ilə sizi vaxtınızı almamaq məqsədi ilə bunun bu videonu hazırladım. Yorumluyum. Həm də ki biləsiz ki bu modelin üzərində ölçüləri necə qoyulurlar. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.